boru qaydası. Tutaq ki, cərəyən bizdən uzaqlaşır. Baba, bu şəkil müstəvisinə perpendikular olaraq bizdən uzaqlaşır. Bunun ətrafında belə maqnit sahəsi yaranır. Maqnit qüvvə xəttləri görürsən, konsentrik çevrələrdir. Mərkəzlər hamısı buradadır. Belə konsentrik çevrələrdir. Burada B indüksiya vektorun istiqamətini biz sağ boru qaydası, sağ əl qaydası tapacağıq. Sağ əlin baş barmağını gələn istiqamətdə qoyuruq. Yarımçülü dörd barmağımız görürsən, sağ əqrəb istiqamətindədir. B indüksiya vektorunun istiqamətini göstərəcək. Sağ əlin baş barmağını naqildəki gələn istiqamətdə duruq. Yarımçülü dörd barmağımız naqil ətrafında yaranan maqnit sahəsi indüksiya vektorunun istiqamətini göstərəcək. Biz belə göstərək. Ancaq əsl həqiqətdə B'lər burada toxunan formasındadır. Toxunan bir sənə görür. Tutaq ki, bu nöqtədən söhbət gedirsə, belədir. Bu nöqtədən söhbət gedirsə, belə toxunan göstərməlisin. Aydındır, belə bax. Hə, mən də çevrənin üstündə göstərdim. Əslində belə toxunan göstərməlisin. Aydın oldu? Belədir. Əgər cərəyən bizə gəlirsə, belə görürsən, bu naqildir, bu da ortasıdır. Yenə konsentrik çevrələrdir. Konsentrik çevrə bilirsən, mərkəzləri üstə düşən çevrələr konsentrik çevrələrdir. Bununla bu çevrə ilə, bu çevrə konsentrik deyil. Bunların mərkəzləri üstə düşür. Bunların hamısı mərkəzləri naqilin ortasında. Bunlar eğri. Özlərim də bunların müstəvisi naqilə perpendikulyardır. Belə tutasın, belə bax. Baş barmağımız, gələn bizə tərəf gəlir şəkil müstəvisinin, baş barmağımızı belə tuturuq. Yarımçülü dörd barmağımız B indüksiya vektorunun istiqamətini bildirir, o da sağ əqrəbinin istiqamətinin əksinədir. Onu da belə göstərsin, belə baxın, görürsən bu formada. Sağ əqrəbinin istiqamətini dolanma, belə istiqamətdir, belə olacaq, burada belədir, burada belədir, B-nin istiqaməti belədir. Aydın oldu? Birdən belə olsa, bunu yaxşı olar ki, belə göstərək, müstəvi ilə göstərək. Bu müstəvi ilə göstərək. Belə müstəvidir, hə? Görürsən, müstəvidir. Müstəvinin buradan naqil deşib çıxıb buradan belə, aşağıda hissəsidir. Burada görürsən, belə çevrələr olacaqlar, belə, görürsən. Belə əlimizi tutsaq belə, görürsən, belə tutsaq, onda bunlar bizdən gedəcəkdilər, bu tərəf bizə gələcək. Əsas nə edin istəyirəm, baxın, bu tərəf bizdən getdiyinə görə, bu naqilin sağ tərəfini XX yazacaq, bizdən gedirək ona görə. Bu tərəf bizə tərəf gəldiyinə görə, buraları nöqtə-nöqtə göstərəcək. Onun üçün həmişə belə deyəcək, naqilin sağında XX-dir, solunda nöqtə-nöqtədir. Həmişə. Belə olsa gələyən belə olsa, bunun sağı X-dir, yəni bizdən gedirlər qüvvə xəttləri, solu nöqtələrdir, qüvvə xəttləri. Fərq yoxdur. İndi biz sağı X-i burada bilməyəsən, burada bilməyəcək. Burada da görünəcək də. Burada görürsən. Düz belə çəkmişsə aşağı buraya. İstiqaməti aşağı olsa. Burada, bunun aşağı olsa, bunun sağı bu tərəfdə. Belə gəlir, belə gəlir. Sən elə bir belə cığırla belə gəlirsən, sağın bu tərəfdə. X, solu nöqtə, belə tapa bilərsən. Aydın oldu.